Salam, hər vaxtınız xeyir olsun. Bu mənim TED-də ikinci çıxışımdır. İlk çıxışım təxminən 10 il bundan öncə olub. 10 il ərzində fərqli formlarda çıxış etmişəm, amma TED-in fərqli bir mətləb yanaşması və arası var. Bu imkan yaradır ki, biz 10 il ərzində özümüzü müşahidə edək, düşüncələrimizi müşahidə edək və hansı transformasiya və dəyişikliyin olmasını müşahidə edək. Mənim bəhs etmək istədiyim mövzu əslində hamımıza tanış mövzudur və bu Azərbaycan xalq nağılı əsasında hazırlanmış Pıs-Pısa xanım və Sisan bəy hekayəsidir. Bildiyimiz kimi 1910-cu ildə Abdullah Şahin bu hekayəni yenidən işləyib bu nağılı və uzlaşdırıb və 1974-cü ildə də hamımızın tanıdığı Tıq-Tıq xanım cizgi filmi çəkilib və həmin nağılın motivləri əsasında. Əlavə olaraq qeyd edilmək istəyirəm ki, fərqli türk xalqlarında da buna bənzər nağıllar var, amma hər biri fərqli versiyadadır. Bizim bugünkü bəhs edəcəyimiz nağıl məhz 1974-cü ildə ekranlaşdırılan və əksəriyyətimizin şahidi olduğu həmin motiv əsasındadır. Bizim aramızda kifayət qədər gənclər var, ola bilsin bəziləri həmin cizgi filmi izləməyib. Ona görə mən qısa bir həmin hekayə toxunmaq istəyirəm, daha sonra oynamalı öz təhlilimi bildirmək istəyirəm. Hekayənin formatı çox sadədir. Torpaqdan bir qurd peyda olur, dozan qurdu. O heç nəsiz dünyaya gəlir və bir müddət sonra ətrafındakı olan kiçik nəsnələrdən, hətta tullantılardan istifadə edərək özü şəkilləndirir, dəyişir və başlayır özü dost axtarmağa. O dost axtarmaq prosesində çobanla rastlaşır, tülkü ilə rastlaşır və onların hər birindən öncədən şərt kəsməyə çalışır ki, biz dost olsaq, bəzən anlaşılmazlıqlarımız ola bilər, elə bir hal olsa bir-birimizə qarşı münasibətimiz hansı formada olacaq. Onlar da hər biri bildirirlər ki, açıq şəkildə ki, və biz əgər sənlə mübahisə eləyəsi olsa, sənə hücum eləyəcək, səni döyəcək və s. Nəhayətdə Sisan bəylə razılaşır və onlar dostluq etməyə başlayırlar. Günlərin birində Sisan pişiyin evinə toya gedəndə, oradan müəyyən, belə deyək ki, iş üçün ora gedəndə Pıs-Pısa xanım bundan sıxılır və düşünür ki, Sisan onu tərk edib və ondan inciməyə başlayır. Və nəhayətdə paltar yuyanda çuxura düşür və bunu eşidən Sisan yenidən gəlir, onu oradan çıxarır. Və hekayə əslində bundan ibarətdir. İndi həmin hekayəni mən qısa öz münasibətini bildirmək istəyərdim və bundan hansı dərsləri çıxartmışam, onu sizə bölüşmək istəyərdim. Burada ilk təsvirdə biz görürük ki, əslində, hətta biz belə göstərək. Birinci dərs bundan ibarətdir ki, Tıq-Tıq xanım dünyaya gələndə onun heç nəyi yox idi. O sıfırdan ətrafa gəlir. Biz zamanla tez-tez görürük, insanlar şikayətlənirlər ki, ətrafında heç nə yoxdur, mənə dəstək yoxdur və s. Amma Tıq-Tıq xanım heç nədən olmayaraq, yəni ətrafındakı böyük səlahiyyətlər olması da özü-özünə inkişaf eləkdir. Bu birinci çıxartdığım dərsdir. O gördüyümüz kimi burada fındıq qabığından istifadə edib, müəyyən tullantılardan istifadə edib, güldən özünə paltar düzəldir və bu bizə o dərsi verir ki, əgər ətrafımızda nəsə yoxdursa, biz özümüzü şəkilləndirə bilərik. Məhz Tıq-Tıq xanımı bu mənada milli transformasiya nümunəsi kimi qiymətləndirə bilərik. Bu birinci çıxartdığım dərsdir. İkinci çıxartdığım dərs bundan ibarətdir ki, o özünə dost axtarır. Təbii ki, hər bir insanın dostlar, nə qədər bəzən insanlar qeyd etsə ki, mən tək qalmaq istəyirəm və s. Amma biz belə sosial varlıq olaraq hər birimizin əslində müəyyən bir münasibətə ehtiyacı var. Ətrafımızda dostlar, tanışlar, insanlar və müəyyən bir icma olmalıdır. O icmanı qurmaq üçün müəyyən addımlar atır. Amma o addımlar atanda digər insanlardan fərqli olaraq o öncədən razılaşmağa çalışır. Zamanla şahidi olur ki, insanlar müəyyən sövdələşmələrdə, bu bəzən iş münasibətlərində belə olur, bəzən şəxsi həyatda belə olur. Müzakirə bu ilə bağlı olur ki, biz əvvəl belə danışmamışıq. Məhz bunu nəzərə alaraq Tıq-Tıq xanım bütün şərtləri öncədən kəsir və o bizim hamımızın bildiyi bu komandanın qurulması mərhələləri var da, forming mərhələsi. Başlanğıc mərhələsində bütün münasibətlər 2 ayda çox yaxşı olur. Amma bir müddət sonra insanların münasibətləri qarşılıqlı maraqları ziddiyyət təşkil edir. Bunu düşünən Pıs-Pısa xanım öncədən hər kəsinə tərəfdaşlarla danışır ki, əgər bizim problemimiz olsa, biz hansı şəkildə bu problemi həll edəcəyik. Və nəhayətdə onlardan aldığı cavablardan da belə başa düşür ki, biz uzlaşa bilməliyik və vaxtında öz münasibətlərini qoruyub və ayrılır. Bu münasibətdə, bu hekayədə, nağılda başa düşdüyüm ikinci dərs oldu. Üçüncü bölüşmək istədiyim məsələ bu ilə bağlıdır ki, onlar deməli, Sisanla dostluq etməyə başlayırlar, razılaşırlar. Amma əgər biz bir adamla razılaşmışıqsa, biz bir-birimizə inanırıqsa, orada şübhə olmamalıdır. Və oradakı şübhə, Sisana olan inamsızlıq onu tuta düşməyə
səbəb olur, onunla çuxura yaradır. Burada təbii ki, çuxur məsələsi allegorik formada təsvir olunur. Burada göstərir ki, Çisanın getməyindən şikayətlənir və bir müddət sonra o inamsızlıq, münasibətlərdəki şübhə onu çuxura salır və o quyuya düşməyə çalışır. Buradan özümə çıxartdığım dərs bu ilə bağlıdır ki, əgər biz bir adama inanmışıqsa, bu yenə də bütün müstəvilərdə ola bilər, aramızda razılıq varsa biz şübhələnməməliyik, sona qədər öz inancımıza sadiq qalmalıyıq və onu qorumalıyıq. Əgər biz onu qoruya bilməsək, münasibət mütləq mənada çuxura düşə bilər. Dördüncü, özüm üçün çıxartdığım dərs, burada Çisan bəyə olan dostluq hekayəsi göstərilir. Sonuncu və dördüncü özümdə çıxartdığım dərs bundan ibarətdir ki, Çisan eşidəndə ki, Tıslı xanım çuxura düşür və o gəlir onu qorumağa. Və təbii ki, onu çıxardır, ilk növbədə əl uzadır, birbaşa dəstək olmaq istəyir və bu birbaşa dəstəyə qəbul etməyən Tıslı xanım bundan imtina edir və nəticədə Çisan vasitə ilə, yəni dolayı olan quyruğu vasitəsindən, yenə burada allegorikdir, dolayı olan onu oradan çıxartmağa çalışır. Burada başa düşdüyüm dərs bundan ibarətdir ki, bizim həyatımızda yaxınlarımız, dostlarımız, tanışlarımız, hətta müəyyən bir məsələlərdə bir-birimizdən uzaq düşsək də, münasibətlərini koransa da, hansısa bir yolla biz mütləq buna dəstək olmalıyıq. Bu ola bilsin ki, birbaşa dəstək deyil, birbaşa ələ dəstək ola bilmərik, amma dolayı olan kimisə vasitəsilə hansısa bir formada ona dəstək göstərərik. Məhz burada da Çisan həmin məsələni qorumağa çalışır və o formada Tıslı xanıma dəstək olur. Bu da özüm üçün çıxartdığım növbəti dərsidir ki, biz sevdiklərimizə hər hansı bir formada həmişə dəstək olmalıyıq və onların hansı formada olmasına asılı olmayaraq onlara öz dostluq münasibətimizi göstərməliyik. Əslində, Azərbaycan ümumiyyətlə etnografiyasına baxsaq, ümumiyyətlə biz hekayələrə baxsaq, onların həyatımızda verə biləcəyi dərslər çoxdur. Bu sadəcə bir Tıslı xanımın 10 dəqiqəlik cizgi film əsasında mənim öz münasibətim idi. Əminəm biz başqa nağılları araşdırsaq, Məlik Məmmədləri, Divləri və s. daha yeni özümüz üçün fikirlər, daha yeni ideyalar götürə bilərik. Və düşünürəm ki, Tıslı xanım hekayəsi bizim üçün milli transformasiya nümunəsi kimi qiymətləndirilə bilər. Və qeyd etmək istəyirəm ki, transformasiya bəzən bir addımdan, bir hərəkətdən, bəzən sadəcə bir tıqdan hərəkət olur, bir tıqdan başlaya bilir. Sadəcə başlamaq lazımdır və əgər biz baxdığımız hadisələrə bəzən tamam fərqli tərəfdən baxanda ona münasibətimiz, özümüzə münasibətimiz və ətrafa olan münasibətimiz dəyişir. Hər kəsə uğur arzulayıram, çox sağ olun.